Değerli şagirdlər, hər vaxtınız xeyir, zəhmət olmasa bəyənib abunə olmağı unutmayın. Burada şəkildə söhbət alfa böyüktür 90. Yəni söhbət əgər körbucaqdan gedirsə, AC tərəfinin ən kiçik tam qiymətini bizdən soruşur. Uşaqlar, ümumiyyətlə körbucaqdan, iti bucaqdan söhbət gedəndə bunlar fərqli-fərqlidir. Bunlara xüsusi diqqət etmək lazımdır. Bizdən körbucaqdır soruşulan. Körbucağın qaydası necədir? Kök altda, yəni iki tərəfin kvadratının cəmi kiçik olmalıdır. AC tərəfi, həmin bu AC tərəfi x dediyimizdə kiçik olmalıdır. İki tərəfin nəyindən? Cəmindən. Yəni 3 plus 4. Burada x kiçik olur 7-dən, böyük olur, bu da Pifagordur 5-dən. Bizə nə deyir? Ən kiçik tam qiyməti. Təbii ki, burada ən kiçik tam qiymət olacaq 6.